Dünən axşam dediklərindən sonra mən səninlə danışmamalıyam. Amma bilmirəm niyə səni görəndə hiss edirəm ki, məcburam qururumu unudam. Hər nə olubsa elə universitetdə qurtarıb gedib. İndi daha nə kimsə verməlidir, nə də almalı. Mən də əgər bir şey eləmişəmsə, bir söz demişəmsə ürəyimə və inancıma görə idi. Bəs daha aramızda bir şey qalmır. İcazənlə. Əgər mən də gəldimsə ürəyimə görə idi. Bütün bu müddətdə bu anı gözləyirdim ki, səninlə danışa biləm. Həmişə fikirləşirdim ki, əgər bir kişi görsəm, heç vaxt ona təslim olmayacağam. Ancaq səni görəndə səhv elədiyimi başa düşdüm. Bütün bu gecələr, gündüzlər özümlə mübahisə elədim, savaşdım. Bilmirəm niyə.